Eləcə də İmam Səid bin Museyyib rahimehullah tabiinlərin imamlarındandır. Böyük abidlərdəndir. Burada olub, Mədinə şəhərində, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhərində. Bir gün fəcr əzanından sonra görür ki, bir kişi fəcrin sünnətin qılır. Ondan sonra 2 rükətdə namaz qılır. Ondan sonra 2 rükətdə artırır. Namazın arxasıyla elə rükətlərin arxasıyla elə rükətləri artırır, elə rükətləri artırır. Səid bin Museyyib rahimehullah qadağan edir. Deyir ki, eləmə, belə şey eləmə. Kişi deyir ki, neyini kişi? Nə edirdi? Namaz qılırdı da. Namaz qılırdı. Başqa nə edirdi? Keşke namaz qılırdı. Və Səid bin Museyyib tabiinlərin imamı nə elədi? Dedi ki, eləmə. Qadağan edir namaz qılmaq. Həmin kişi də deyir ki, ya Əbə Muhammed, ey Əbu Muhammed, mən namaz qıldığıma görə, namaz qılmağıma görə Allah mənə əzab verəcək. Namaz qılmağıma görə Allah mənə əzab verəcək. Mən namaz qılımda nə qayıram? Allah'a ibadət edirəm. Namaz qılmağıma görə Allah mənə əzab verəcək. Sən məni namaz qılmağı qadağan edirsən. Yəni mən indi yalan danışmıram, qeybət eləmirəm, oğurluq eləmirəm, kiməsə daş atmıram, kiməsə toyuğunu oğurlamıram. Namaz qılıram da. Yəni namaz qıldığıma görə Allah mənə əzab mı verəcək? Həqiqətən yəni belə ağıllı bir sualdır. Sual verir. Lakin cavaba baxın, cavab ondan daha ağıllıdır. Deyir ki, yox. Allah sənin namaz qılmağına görə əzab verməyəcək. Lakin sünnəni tərk elədiyinə görə əzab verəcək. Peyğəmbər sallallahu aleyhi və səlləmin yoluna müxalif olduğuna görə sənə əzab verəcək. Peyğəmbər sallallahu aleyhi və səlləmin qadağasını etdiyinə görə, qadağaya düşdüyünə görə sənə əzab verəcək. Bu təhlükə buradadır. Təhlükə buradadır. Bil ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fəcrin əzanından sonra 2 rükətdən artıq namaz qılmayıb. Əksinə 2 rükətdən artıq namaz qılmağı qadağan edib. Ancaq fəcrin 2 rükət namazını qılırsan, sonra nə edirsən? Sonra fərz namazını qılırsan. Sonra sən gəlirsən və istədiyin şeyi artırırsan, yəni sən Allaha, Peyğəmbərdən daha çox ibadət eləmək istəyirsən, yəni sən demək istəyirsən ki, Peyğəmbərdən daha çox təqvalısan mı? Bu mümkün deyil. Deməli bunu Peyğəmbər sallallahu aleyhi və səlləm şəriət qadağan edibsə, deməli bunu eləmək şərdir ki, şəriət qadağan edib. Bunu əmr edibsə, bura qədər saxlayıbsa, deməli bunun əksində nə qədər təhlükə, nə qədər xata olduğunu bilib ki, buna görə nə edib? Saxlayıb. Deməli, təhlükə ondadır ki, insan bilməlidir ki, sünnə harada dayanırsa orada dayanmalısan. Sünnə harada dayanırsa orada dayanmalısan. Sünnədə az əməl eləmək bidətdə çox əməl etməkdən daha xeyirlidir. Sünnədən artıq şey eləmirsən, özündən nəsə artırmırsan və özünü təhlükəyə ərz eləmirsən. Budur sünnə. Deməli, insan Allaha yalnız Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi şeylə ibadət eləyə bilər. Yoxsa bu ibadət nə olar? Batil olar. Allah qəbul edəməz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən amilə amələn leysə aleyhi əmrunə fəvvarat. Kim bizim dinimizdən olmayan bir əməli edərsə rədd olunar, qəbul olunmaz. Allah qatında mümkün deyil ki, qəbul olunsun. Yalnız orada Peyğəmbərin möhrü olmalıdır. Peyğəmbərdən bir elm olmalıdır. Bir dəlil olmalı ki, bəli, bunu Peyğəmbər eləyib. Ondan sonra onu nə eləməlisən, onu əməl eləyə bilərsən.